torlar qurulması da bu ekologiyaya da ziyandır. Bu ümumiyyətlə hər bir şeyə ziyandır. Hara gitsen ham bağlıdır. Tur koyuyorlar ham yeri bağlıdır. Ona öyle balığa girmiyor. Bir çox yaşayış məntəqəsindən keçərək Neftçalanın Yeni Qışlaq kəndi ərazisində dənizə tökülən baş mil muğan kollektoru ətrafında narahat edici görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda kollektorun böyük hissəsinin xüsusi balıq ovu qurğuları ilə bağlandığı iddia olunur. Məsələni araşdırmaq üçün əməkdaşlarımız hadisə yerində olublar. Mən bu kətdə yaşayıram. Biz bu kanalda balıq tuturuq. Yəni ki, yerli adamlarıq da balıqçılıqla məşğuluq. İndi axır vaxtlarda balıq yoxdur. Yoxun da səbəbi budur ki, bu kanala qarşıdan dənizə birləşən yerdir, haradasa torlar qurulur, onunla da məşğul olanlar var. Torlar qurulur, ona görə də kanalda balıq tükənib. Balığın tükənməsi də, bu torlar qurulması da bu ekologiyaya da ziyandır. Bu ümumiyyətlə hər bir şeyə ziyandır. Bağla girmirlər, bağlıdırlar, hamısı bağlıdırlar. Hara gitsen ham bağlıdır. Tur koyuyorlar ham yeri bağlıdır. Ona öyle balığa girmiyor. El arasında Şaqay kimi tanınan kanalda təkcə bir nöqtədə deyil, kollektorun dənizlə qovuşduğu hissəsinin müxtəlif istiqamətlərində, həm bu sahildə, həm də qarşı tərəfdə nevod qurğuları quraşdırılıb. İri torlar balıqların sərbəst hərəkətini demək olar ki, tam məhdudlaşdırır. Qurulan torlar suyun axınına da təsirsiz ötüşməyib. Axın zəifləyib. Bəzi ərazilərdə lil və qum yığılıb. Hətta kiçik adacıqlar formalaşmağa başlayıb. Bu vəziyyət davam edərsə, yaxın illərdə bölgədə balıqçılıq ənənəsi tamamilə yox ola bilər. Yəni tor qurmaq olmaz. Ona görə ki, kütləvi qırımdır bu. Və gəlmişik 2 dənə, 3 dənə balıq tutaq gedək ki, bayram qabağıdır. Bundan uşaqlarımıza, balalarımıza ruz yaparaq. O da görsən ki, gəlirsən, görsən yoxdur. Görsən bu yerdə tok, bu yanda tor. İstərsənə tuta bilmirsən, bir bilədə əziyyət çəkirsən, gəlirsən bura. Cəllabaddan gələrsən bura, istədi yox. Biz bu kanalda balıq tutmaq istiyoruz həmişə. Olub, tutmuşuq. İndi balıq yoxdur. Balıq tükənib. Balığın da qabağını dənizə bağlayıblar, torlar qurublar. Balığın qabağı bağlanıb. Kanalda balıqlar yoxdur. Bir də qalmış qavara. Belə. Torla tuturlar, torracılıqla torlar qururlar. Bir də zərbədir. Biz təbii balıqçılar balıqdan istifadə edilir. Məsələ ilə bağlı balıqçılıq və akvakultura mərkəzinə sorğu ünvanladıq. Neftçala rayonu ərazisində yerləşən və balıqçılar arasında Şaqay kimi tanınan Baş Mil Muğan kollektorunda quraşdırılmış nevod qurğusuna vaxtilə müəyyən icazələr və kvotalar ayrılıb. Lakin texniki tələblərə əsasən qurğunun eni maksimum 5 metr olmalı olduğu halda təqdim olunan videodan görünür ki, qurğu normativləri aşaraq kanalın daha geniş hissəsini bağlayacaq şəkildə quraşdırılıb. Qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının sənaye yolu ilə ovuna tətbiq olunan qadağa müddətləri Xəzər dənizində 1 may 1 sentyabr, daxili sularda 1 aprel 1 sentyabr tarixindədir. Bu müddətlər balıqların kürü tökmə dövrünü əhatə etdiyindən ölkənin bütün daxili su hövzələrində və sahil boyu ərazilərdə balıq ovuna ciddi məhdudiyyətlər tətbiq olunur. Yalnız qanunla icazə verilmiş xüsusi kvotalarla həyata keçirilən və elmə əsaslandırılmış istisna hallara yol verilir. Həmçinin qurumdan bildirildi ki, hazırda faktla bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görüləcək.